Salam, bir də xoş gördük, hörmətli izləyicilər. Bugünkü videomuzda biz sizə 19-cu yüzilliyin 40-cı illərində həyata keçirilmiş islahatların davamı olaraq ilk aqrar qanun kimi tanınan məhz reskript haqqında danışmağa çalışacağıq. İlk öncə bu reskriptə qədər olan, yəni bunu yaradan səbəbləri qeyd edək ki, bildiyiniz kimi 19-cu yüzilin 30-cu illərində baş verən üsyana yatırılsa da, onu doğuran səbəbləri qalmaqdaydı. 1840-cı il 10 aprel qanunu ilə Çar 1-ci Nikolay Zaqafqaziya diyarında islah keçirilməsi haqqında qanun verdi. Qanuna görə həm inzibati, həm də məhkəmə sistemində böyük dəyişiklik baş verdi. Biz bunu YouTube kanalımızda, yəni izahlarını yerləşdirmişik, oradan izləyə bilərsiniz. Eyni zamanda bəy və ağaların da narazılığını aradan qaldırmaq və yaxud da Cənubi Qafqaz diyarının səmərəli və yaxud da müstəmləkə siyasətinin maraqlarına xidmət edəcək bir idarəçilik formalaşdırmaq lazım idi ki, məhz bu da sonraki proseslərdə özünü göstərəcəkdir. 1840-cı il islahatlarında bildiyiniz kimi 725-ci ildə ərəblərdə olduğu kimi bəy yerli feodallar idarəsindən uzaqlaşdırıldılar, onların hüquqları məhdudlaşdırıldı və eyni zamanda hətta onların əllərində olan, yəni 1841-ci ildə verilmiş fərmana əsasən Qazax, Borçalı, Şəmşədli nahiyələrində olan ağaların torpaqları və Xəzər vilayətində olan bəylərin tül torpaqları əllərindən alındı. Bu da böyük narazılıq yaratdı və narazılığın güclənməsini görən Çar məmur heyəti və yaxud da Çar idarəsi məhz 1842-ci ildə torpaqların müsadirəsini dayandırdılar. Eyni zamanda 1842-ci ildə Tiflisdə bəy və ağaların, yəni Ali Müsəlman Silki adı ilə hüquqlarının qaydaya salınması ilə bağlı komitə yaradıldı. Komitənin yerinə yetirdiyi, yəni hazırladığı layihənin sonunda 1843-cü ildən etibarən Azərbaycan bəy və ağaları artıq rəsmi sənədlərdə Ali Müsəlman Silki deyə adlandırılır və yaxud da qeyd olunurdu. Digər tərəfdən də 1844-cü ildə Cənubi Qafqaza göndərilən canişin, biz 44-cü ildə baş hakimlik canişinə vəziyyətdə o daha geniş səlahiyyətlərə malik idi. Bunun yaradılmasında iki məqsəd var idi. Çarizmin Cənubi Qafqazda müstəmləkə siyasətini möhkəmləndirmək, həm də dağlı azadlıq hərəkatını tezliklə yatırmaq və yaxud da bu bölgə tezliklə hakim olmaq məqsədi ilə həyata keçirilmişdi. Deməli, Qafqaz canişi olan Mixail Vorontsov Qafqaza gəlməmişdən əvvəl Çardan Ali Müsəlman Silkinin hüquqlarını qaydaya salmaq haqqında göstəriş aldı və 1844-cü ildən başladığı fəaliyyət dövründə Ali Müsəlman Silkinin hüquqları haqqında sənədi tam olaraq hazırlayıb Çara göndərdi. 1846-cı il 6 dekabr tarixində Çar 1-ci Nikolay məhz bu sənədi təsdiq etdi. Həmin sənəd gördüyünüz kimi reskript idi. Verildiyi tarix 1846-cı il 6 dekabr tarixidir. Bu həm də Azərbaycan tarixinə aqrar islahat kimi də düşür. Deməli, biz islahatın 8 maddəsini, yəni sənədin və buyruğun, yəni rəsmi sənədin 8 maddəsini qeyd etmişik. Biz bunu bir-bir hamısının izahlarını və ya da şərtlərini qeyd edəcək. Deməli, birinci növbədə deyir ki, Azərbaycan Ali Müsəlman Silki, yəni bəy və ağaları mülk torpaqları ilə yanaşı indi tüyül torpaqlarında irsi sahibi olur, yəni tam sahibi olurdular. İkinci bənddə deyir ki, onlar imperiya qanunları əsasında Rus zadəganları ilə, yəni mülkiyyət baxımından eyni hüquqa malik olurdular. Yəni siyasi idarəçidə deyil, amma mülkiyyət baxımından Rus zadəganları ilə, feodalları ilə eyni hüquqa malik olurdular. Üçüncü də deyir ki, tüyül torpaqları və mülk torpaqları üzərində irsiyyət, mülkiyyətə tam sahib olsa da, yəni bəy-bağalar onu ancaq öz silkindən ona şəxsə bağışlaya, sata verə bilərdi ki, bu da müəyyən bir məhdudiyyət idi ki, yalnız öz kateqoriyasında olan təbəqəyə sata, bağışlaya və irsən verə bilərdi. Dördüncü deyir ki,
mülk və tül torpaqları üzərində bəy və ağaların hüquqlarının möhkəmləndirilməsi, onların torpaq hüquqlarının genişləndirilməsi yeni bir mərhələnin başlanmasından xəbər verirdi. 5-ci deyir ki, kəndlərə aid edir və deyir ki, kəndlər rəiyyət, rəncbər, nökər və s. bölünməsi qaydası ləğv olunur və onlar ümumilikdə mülkədar tabelesi adlandırılırdı. 6-cıda deyir ki, bəy və ağalara kəndlər üzərində polis və inzibati məhkəmə hüququ verilir. Yəni, onların kəndlər üzərində hakimiyyəti bir qədər möhkəmləndirilirdi. 7-ci deyir ki, çar ki, bu qədər yəni Azərbaycan bəy və ağalarının, yəni ali müsəlman sirkinə bəxşişlər edir, hüquqlar verir, hüquqlarını genişləndirir. Onun müqabilində özünə sədaqətlə xidmət etməyi tələb edir və ya da bunun müqabilində bunu gözləyirdi. 8-cidə deyir ki, bütün bunların müqabilində çar ali müsəlman sirki ilə ittifaqa doğru ciddi bir addım atmış olurdu. Növbəti videomuz məhz 1847-ci il kəndli əsasnaməsi haqqında olacaqdır. Siz də videomuzu bəyənməyi, paylaşmağı, abunə olmağı unutmayın.